Sabahdan etibarən Azərbaycanda amnistiya aktı icra olunacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının dekabrın 22-sindən etibarən icrasına başlanılacaq. Sabah səhər saatlarından etibarən cəza çəkmə müəssisələrində saxlanılan məhkumların bir qismi azad ediləcək. Ümumilikdə 20 min şəxsə aid ediləcək amnistiya aktının icrası 4 ay ərzində icra edilməlidir. Ədliyyə Nazirliyindən verilən məlumata görə Konstitusiya və suverenlik ili münasibəti ilə penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən 5 minə yaxın şəxsin azadlıqdan məhrum etmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. Amnistiya aktı ilkin siyahıya əsasən azadlıqdan məhrum etməklə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözü gedən qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində geniş miqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirəcək. Xatırladaq ki, dekabrın 19-da Milli Məclis Konstitusiya və suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında qərar qəbul edib.